Paytaxtda abadlaşma işləri davam etdirilir. İllər boyu Sovetski adı ilə tanınan məşhur məhəllədə yenidən qurma və söküntü işləri həyata keçirilir və parkın ərazisi genişləndirilir. Daha ətraflı əməkdaşımız Günəş danışacaq. Söküntü işlərinin getdiyi bu ərazi bir zamanlar Sovetski kimi tanınırdı. Qəzalı binaların yerində isə artıq geniş yaşıllıq zolaqları və şəhər sakinləri üçün açıq mədəni zonaların yaradılması planlaşdırılır. Mərkəzi parkın sahəsi getdikcə böyüyür və paytaxtın simvolik məkanlarından birinə çevrilir. Həmçinin Təzəpir məscidi ətrafındakı tarixi məhəllə də müasir şəhərsalma standartlarına uyğun abadlaşdırılacaq. Bu ərazidə həm dövlətin xüsusi mühafizəsində olan tarixi abidələr, həm də abidə statusu daşımayan, lakin tarixi dəyərə malik binalar bərpası və ümumi konsepsiyaya inteqrası nəzərdə tutulur. Hazırda parkın ərazisi təxminən 36 hektar təşkil eləsə də, 4-cü hissədə parka Nizami metro stansiyasının ətrafında 21 hektara yaxın ərazidə əlavə olunacaq. Layihənin həyata keçirilməsi ilə həm şəhərin tarixi siması qorunacaq, həm də müasir tələblərə cavab verən yeni ictimai məkanlar yaradılacaq. Bu ərazidə yaşayanlar üçün çox gözəldir. Şəhərin mərkəzində belə yerlər çox azdır. Bu qədər genişlənsə çox gözəl olar. Onsuz da gözəl idi, daha gözəl olacaq. Mənə elə gəlir ki, daha geniş olacaq. Gəlirik, burada dincəlirik. İstər yayda, istər belə havada, həmişə belə zövq alırıq. Ərazidə geniş yaşıllıq zolaqları, süni göl, idman və mədəni tədbir zonaları, uşaqlar üçün oyun meydançaları, həmçinin qapalı avtomobil dayanacağı yaradılacaq. Məqsəd sakinlər üçün ekoloji cəhətdən təmiz və rahat ictimai məkanın yaradılmasıdır. Çox yaxşıdır, səliqəlidir, qulluq olunur. Nəvəmi gətirirəm, burada dincəlir, gəzir, yaşıllıqdır, gözəllikdir, təmiz havadır. Artıq Mərkəzi Park Bakının ekoloji mühitinə nəfəs verəcək, sakinlərə daha sağlam və rahat istirahət imkanı təqdim edəcək. Tarixi irs və müasir şəhərsalma prinsiplərinin vəhdətini özündə birləşdirən bu layihə şəhərin simasını dəyişdirərək onu daha yaşıl, daha cəlbedici və yaşamaq üçün əlverişli məkana çevirəcək. Günəş Rızayeva, İlkin Həsənov, Fidan Səfər, Spice xəbər.